Demək belə, hər kəs salamlayıram. Çoxları mənə sual verir ki, bəs niyə yoxsan? Əvvəllər məsələn hər gün canlı video paylaşardın. Ən azından əvvəllər bir dənə, iki dənə video paylaşardın. Hətta dostlardan, tanışlardan da deyənlər var ki, bəs 190 minlik kanalı, yəni elə şey eləmə, başını buraxma, nə bilim, video paylaş, ölməyə qoyma falan filan. Dostlar, bilirsiniz, mən digər məsələn əvvəlki o blogerlərdən, nə bilim, siyasi fəallardan fərqli olaraq, mən başqa bir, belə deyim də, mən həm eyni zamanda Əliyev rejiminə qarşı vuruşuram, həm də bilirsiniz ki, insanlıq, bəşəriyyətin düşməni, insanlıq düşməni İsrailin Fələstinə, indi də Livan xalqına törətdiklərinə qarşı həm də mübarizə aparıram. Bunu hansı ki, demək olar Avropada heç kim eləmir. Bunun da səbəbi var, təbii ki. Kimisi qorxur, kimisinə maraqlı deyil, kimisinin ümumiyyətlə heç insanlığı yoxdur. Nəysə, və bu Fələstin məsələsinə görə, həm İlham Əliyev məsələsinə görə, Əliyev rejiminə görə, həm Əliyev rejiminə görə əvvəllər məhkəməyə verildim. Cavanşir Məmmədovu, bilirsiniz ki, onun əlinlə məhkəməyə verdilər məni. Bu gün də hələ də Cavanşirin ölüb getməyinə baxmayaraq hələ də iş davam edir, o iş bağlanmayıbdır. Təbii ki, ölmüş bir adam, əgər bir nəfər şəxs ölübsə, o iş avtomatik olaraq bağlanmalıdır ki, hansı ki, Azərbaycan hakimiyyətinin, SOCAR-ın İsveçrədə güclü əli var deyə bu gün də nəinki o işi bağlamaq, hətta indi də keçiblər. Bilirsiniz ki, məni hər yerdə izləyirlər. Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Terror Xidməti. Artıq ikinci dəfə, bundan öncə bir dəfə Twitterdə yazdığım, türkcə yazdığım kommenti screenshot eləyib, aparıb İsveçrə prokuroruna verib 1400 cərimə elətdirdilər məni. Hansı ki, onun cəriməsi demək olar ki, hələ bitməyib. İndi də yenə də ikinci dəfə yenə həmin şəxs eyni qaydada anonim şəkildə türkcə yazdığım komment yenə də İsveçrə prokuraturasına təqdim eləyib. Yəqin ki, yenə də bir 1400, 1500, 1600 cərimə gələcək. Deməyim odur ki, dostlar, mən bu gün mübarizə aparıram və eyni zamanda da işləməyə məcburam. Başa bax, indi biraz olar işdən evə gəlmişəm, yorğunam. Maddi dəstək olan heç kim yoxdur, demək olar ki, sağ olsun, bir-iki nəfər indi arada çıxır, dəstəyini göstərir. Çox sağ ol deyirəm onlara da. O da ki, ayda, ildə, nə bilim, bir dəfə ola ya olmaya. Bu yolda dostlar, maddiyyat olmadan yerimək mümkündür, başa. İstər Əliyev, əgər kim mənim Əliyev rejiminə qarşı mübarizə aparmamı istəyirsə, buyursun bu meydan, bu da şeytan. Azərbaycan xalqı, izləyicilər mənim kimi böyük bir istedad, belə deyim də, itirdilər və itirməkdə də doğru gedirlər. Həqiqətən sözün əsl mənasında bilənlər, başa düşənlər, bir balaca savadı olanlar bilir mən nə demək istəyirəm ki, mən hansı səviyyənin, hansı, belə deyim də, savadın yiyəsiyəm. Həm də hansı cəsarətin, insanlığın yiyəsiyəm mən. Eləcə də Fələstin məsələsindən bağlı. Fələstin məsələsindən bağlı mən sizə bir şey demək istəyirəm, dostlar. Söz verənlər çox olub, söz verənlər çox oldu. Söz verən həm Əliyev rejimindən bağlı olsun, həm də Fələstin məsələsindən bağlı. Amma söz verdilər, getdilər. Ay belə, bağ belə, bostan belə arxandayıq. Bütün sıkıntılarını hall edəcəyiz. Bütün dərd etmə, nə bilim nə. Hamısı sadəcə sözdən ibarət oldu. Və hələ də bugün mən görürsünüz ki, bütün bunlara baxmayaraq mən hər iki cəbhədə, belə deyim, döyüşürəm, savaşıram. Həm Fələstin məsələsindən bağlı İsrail rejiminə, bu terrorist baş kəsənlər, bilirsiniz ki, bəşəriyyətin düşmənidir bunlar. Həm də ki, Əliyev rejiminə qarşı. Bilirsiniz ki, Əliyev rejimi də İsrail ordusunu SOCAR terror təşkilatının yanacağı ilə təmin edir. Deməyim odur ki, dostlar, mən məcburam işləməyə. Əgər kimsə iş adamı olsun,
nazir olsun, məmur olsun, kim olur olsun, çıxsın desin ki, səni bəyənirəm, sənin çıxışını bəyənirəm, sənin keçmişini izləyirəm, görmüşəm, qorxmazsan, cəsursan, mərdsən, nə qədər lazımdır heç işləmə, sırf vaxtını ayır, sırf mübarizəyə köklən, problem yoxdur. Bunu eləməyə hazıram. Amma hələ ki, çox söz verənlər oldu, amma o söz verənlər hələ də bugün bir əməl sahibi olduqlarını mən bugün görə bilmədim. Bəli, amma Mehriban Əliyevaya tez-tez videolar çəkəcəm.